Salam, bu videoda sizə WordCast saytında cəmi 5 dəqiqə ərzində necə peşəkar CV hazırlaya biləcəyinizi addım-addım göstərəcəm. Bunun üçün CV yaratmağa başla düyməsini klikləyirik və birbaşa şəxsi məlumatlar hissəsinə daxil oluruq. CV-nizi müraciət edəcəyiniz yerə uyğun olaraq istər Azərbaycan, istərsə ingilis dilində hazırlaya bilərsiniz. Bunun üçün CV-nin dilini dəyişdirməyiniz kifayət edəcəkdir. Daha sonra isə peşəkar bir şəkil əlavə edirik. Ekranda göstərilən nümunələrə baxa bilərsiniz. Bu tip sadə, ağ fonlu şəkillərə üstünlük verməyiniz tövsiyə olunur. Daha sonra isə ad və soyadınızı qeyd edirsiniz. Ad və soyadınızı qeyd etdikdən sonra isə aktiv nömrənizi və e-poçt ünvanınızı daxil edin. Daha sonra isə ünvan hissəsində isə yaşadığınız ərazini, şəhəri qısa və lakonik olaraq qeyd etməyiniz tövsiyə olunur. Doğum tarixinizi isə təqvimdən seçək və ya birbaşa özünüz yaza bilərsiniz. Daha sonra isə burada əlavə məlumat hissəsinə daxil olaraq sürücülük vəsiqəniz varsa, kateqoriyacı sürücülük vəsiqənizi seçə bilərsiniz. Eyni zamanda burada ən önəmli nüanslardan biri LinkedIn və veb-sayt hissəsidir. Əgər sizin davamlı və aktiv olaraq istifadə etdiyiniz LinkedIn hesabınız varsa, onun linkini, işlərinizin, layihələrinizin olduğu portfoliyonuz varsa, onun da linkini əlavə edə bilərsiniz. Lakin linkləri əlavə etdikdən sonra mütləq şəkildə onların işlək olub olmadığını yoxlayın. Bu hissəni bitirdikdən sonra isə növbəti addıma keç düyməsini basaraq iş təcrübəsi hissəsinə keçid edə bilərik. İndi isə keçirik CV-nin özün haqqında bölməsinə. Burada peşəkar profilinizi cəmi bir neçə cümlə ilə təqdim edə bilərsiniz. Əgər necə yazacağınızı bilmirsinizsə, məsləhətlər hissəsinə daxil olaraq burada nümunə bətnində tanış ola bilərsiniz. Bundan sonra isə keçirik iş təcrübəsi hissəsinə. İş təcrübəsində isə çalışdığınız vəzifəni, eyni zamanda şirkəti, şəhəri qeyd edə bilərsiniz. Əgər hal-hazırda həmin şirkətdə çalışırsınızsa, hal-hazırda işləyirəm düyməsini klikləyə bilərsiniz. Və bundan sonra isə burada təsvir hissəsi var. İş təcrübənizi təsvir edin hissəsində isə siz öhdəliklərinizdən əlavə nailiyyətlərinizi rəqəmlərlə ifadə etməyiniz sizin üçün bir üstünlükdür. Müştəri məmnuniyyətinin 30%-ədək artırılması, 16 nəfərlik komandanın idarə edilməsi kimi bəndlər yaza bilərsiniz. Bundan sonra isə digər iş təcrübələrinizi yazmaq üçün isə iş təcrübəsi əlavə et düyməsini klikləməyiniz və qeyd etməyiniz kifayət edəcəkdir. Hissəsində isə siz bakalavr təhsilinizi, magistr təhsilinizi, eyni zamanda orta təhsilinizi də qeyd edə bilərsiniz. Əgər hal-hazırda təhsiliniz davam edirsə, sadəcə davam edir düyməsini klikləməyiniz kifayət edir. Hissəsində isə siz akademik nailiyyətlərinizi və göstəricilərinizi də ifadə edə bilərsiniz. Və bundan sonra isə CV-nin ən önəmli hissələrindən birinə gəlirik, bacarıqlar hissəsi. Bacarıqlar hissəsində siz həm texniki bacarıqlarınızı, həm də ki, yumşaq bacarıqlarınızı qeyd edə bilərsiniz. Bacarıqlarınızı qeyd edərkən də burada səviyyəni də seçə bilərsiniz. Məsələn, orta səviyyə, yüksək səviyyə və ekspert səviyyəsi də qeyd olunur. Əgər siz hər hansı bir texniki bacarıq üzrə bir kurs, təlim bitirmisinizsə, burada əlavə bölmə hissəsində, kurslar hissəsində siz həmin kursu daxil edə bilərsiniz. Bu sizin üçün bir üstünlük hesab olunur, həm də bacarıqlarınızın əyani sübutudur. Bundan sonra isə dillər hissəsində isə siz bildiyiniz xarici dilləri qeyd edə bilərsiniz. Burada səviyyə üzrə də onları daxil edə bilərsiniz. Bu hissəni yekunlaşdırdıqdan sonra isə gəlirik əlavə bölmə hissəsinə ki, əlavə bölmə hissəsində sizin nailiyyətləriniz, maraqlarınız, referanslarınız var. Bunları da seçib istəyinizə uyğun olaraq əlavə edə bilərsiniz. İndi isə növbəti addıma keçirik. Növbəti addım hissəsində isə biz birbaşa olaraq CV şablonlarından tanış olacağıq. İndi isə biz keçirik CV şablonlar hissəsinə. Siz burada ödənişsiz, eyni zamanda peşəkar və bundan əlavə ateist dostu CV nümunələri ilə də tanış ola bilərsiniz. Və burada istədiyiniz növ CV şablonunu seçə bilərsiniz. Mən seçmək istəyirəm sadə və ödənişsiz şablonu. Biz bunu seçdikdən sonra isə CV-ni yükləmək üçün aşağıda yerləşən CV-ni yüklə düyməsini klikləyirik və daha sonra isə artıq CV-mizi yükləyək. Burada mənim hazırladığım CV nümunələri görürsünüz və burada sadəcə endir düyməsini klikləyərək CV-nizi PDF formatda endirə bilərsiniz. Əgər PDF ilə bağlı hər hansı bir problemlə rastlaşsanız, problem bildir düyməsini klikləyərək qarşılaşdığınız problemi bizə qısaca bildirə bilərsiniz. İzlədiyiniz üçün təşəkkür edirik və sizə iş axtarışlarınızda uğurlar arzu edirik.